Urologiyada xəstəliklərin diaqnostikasında rutin istifadə olunan instrumental və laborator müayinələr barədə qısaca məlumatlar verəcəm. Bunlar arasında ən başda gələn təbii ki, ultrasəs müayinəsidir. Ultrasəs müayinəsinin üstünlükləri əlçatan, ziyansız və qeyri-invaziv müayinə yöntəmi olmasıdır. Hamilələrdə, həmçinin uşaqlarda da istifadəsi mümkündür. Böyrək, sidik kisəsi, prostat xəstəliklərinin diaqnostikasında bizə yardımcı olur. Ultrasəs müayinəsi nəticəsi bizi qane etmədikdə və ya diaqnozu dəqiqləşdirmək məqsədi ilə bəzən daha irəli müayinə yöntəmləri olan kompüter tomoqrafiya və ya maqnit rezonans tomoqrafiyaya müraciət edirik. Kompüter tomoqrafiya kontrastsız, yəni nativ və ya kontrast maddə istifadə olunaraq icra olunan müayinə yöntəmidir. Böyrək və sidik yolu daşlarının müayinəsində qızıl standart hesab edilir. Daşın yerləşməsini, ölçüsünü və sıxlığını dəqiq təyin edir. Həmçinin böyrək və sidik yollarının xoş və bədxassəli törəmələrinin diaqnostikasında da istifadə oluna bilər. Laborator müayinələrdən sidiyin ümumi analizi, böyrək sidik yollarının və həmçinin orqanizmin ümumi vəziyyətinin qiymətləndirilməsi üçün istifadə edilir. Qanda kreatinin dəyəri böyrəklərin və sidik yollarının funksiyasını qiymətləndirir. Kreatinin bir tullantı məhsuludur və qanla böyrəklərə gedir və böyrəklərdən sidiyə keçərək sidik vasitəsilə xaric olur. Prostat spesifik antigen. PSA maddəsi prostat vəzi toxuması tərəfindən istehsal olunan bir zulaldır və PSA-nın qanda yüksəlməsi prostat vəzi xəstəliklərinin xəbərçisi ola bilər. Təbii ki, bütün bu müayinələri istəməzdən öncə ilk başda pasiyentin şikayətlərini dinləyirik, anamnezini toplayırıq, fiziki müayinəsini edirik və ehtiyac olarsa müvafiq müayinələrdən keçirdirik. Ona görə də düzgün diaqnostika, düzgün müalicə deyimini tibbin əsas prinsipi olaraq qəbul etmək olar.